Uğurlar. Salam, hər vaxtınız xeyir olsun hörmətli futbol azarkeşləri. Bugün AFA Uşaq Liqası 10. liqasında Xan Zirə görüşünü sizlərə təqdim edirik. 3-cü turun qarşılaşmasıdır. İnanırıq ki, hər iki komandanın ifasında gözəl futbol izləyə biləcəyik. Binəqəsəbə stadionunda keçirilir. Bilirsiniz ki, AFA U12 və U13 liqalarının bəzi oyunları Judo Federasiyası Təlim Məşq Mərkəzində, bəziləri isə Binəqəsəbə stadionunun meydançalarında keçirilir. Hakimləri isə təqdim edirəm. Kamran Əhmədov və Cavanşir Hüseynlidir. Hər iki hakimimizə bu görüşdə uğurlar arzu edirik. İnanırıq ki, görüşün sonunda güclü olan komanda qələbə qazanacaq. 4 nömrəli futbolçu Qara Məmmədli Xanda kapitandır. Zirədə isə 1 nömrə Hüseyin Qurbanov. Hörmətli futbol azarkeşləri, artıq qarşılaşma başladı. Komandaların heyətləri ilə sizi tanış edirəm. İlk növbədə qonaq komanda Zirə göstərilib. Onların heyəti bu cürdür. Qapıda 1 nömrə Hüseyin Qurbanov, 2 Fərid Qasımov, 3 Əhməd Mustafazadə, 7 İbrahim Hüseynzadə, 10 Sübhanallah Verdiyev, 17 Akif Hatayev, 24 Əli Aydəmirov, 66 Əhməd Həsənov, 77 Rafiq Əliyev. Komandanın baş məşqçisi Rövşən Qasımovdur. Xanda qapıda 1 nömrə Emil Rəsulov, 2 Məhəmməd Məmmədli, 4 kapitan Qaraqarayev, 6 Nasim Məmmədov, 7 Renat Əliyev, 8 Əkbər Eyvazov, 12 Hüseyin Heybətov, 47 Amir Kazım, 77 Yusif Hüseynzadə, baş məşqçi Xanış Rızayev. Hörmətli futbol azarkeşləri, qeyd edim ki, bu oyun sizlərə Azərbaycan Futbol Federasiyasının dəstəyi ilə təqdim olunur. Dəstəyə görə AFFA-nın icraçı vitse-prezident hörmətli Sərxan Hacıyevə təşəkkürümüzü bildiririk. Xan futbolçuları hücum qurmağa çalışır. Pressing var. Renat topu rəqibdən almağa çalışırdı, amma yenidən top Xan oyuncularında qalıb. Yoxdur, oyundan kənarlı vəziyyət. 7 nömrə futbolçu Renat içəriyə doğru ötürmə, amma burada Sübhan topu qarşılamışdı. Qapıya zərbə yox, Əkbər zərbə vurmağa imkan axtardı. Yenidən Renat içəriyə doğru ötürmə, mərkəzlə oynayır. İbrahim topu rəqibdən almağı bacarmışdı. Əhməd Həsənov indi mərkəz istiqamətinə ötürmə. Geriyə qapçı Rəsulov azarkeşlər bizlərə göstərilir. Hüseyin Qurbanov topu onu daxil etdi. Əhməd mərkəzlə oynuyor. Akif bir qədər geriyə. Yenidən Xan futbolçuları topu qazanlar. Əkbər sağlı oynayır. İçəriyə daha bir ötürmə, amma müdafiəçilər bu episodda yaxşı oynayırlar. Qapıya zərbə indirir Renat Əliyev. Qapçı Hüseyin bu topun qarşısını kəsir. Küncən zərbə yerinə yetirəcək. Əkbərdən içəriyə doğru ötürməyə başla yox. Zərbə o qədər də effektiv alınmır. Əli topu irəli vurur. İndi isə İbrahim bəli, topu saxlaya bilir. Qara Məmmədli ona qarşı mübarizə apardı. İbrahim topladı. İbrahim qaranı keçməyə çalışır. İçəriyə daha bir ötürmə. İndi burada nələr baş verir? Boş mövqedə oyuncu var. Qapıya zərbəsi və top qapıdan keçir. Qapçı bəlkə də bu zərbəni gözləmir. Topa reaksiya belə vermədi. Zirə hesabı açır. Akifin qolunu sizə təqdim etdik. Akif Hatayev 17 nömrəli futbolçu topu qapıdan keçirir. Bir anlıq Xan müdafiəçisində bir boşluq yaranmışdır. Füzuli əmin bizlərə göstərir. Onun da uşaq futbolunda əziyyəti çox böyükdür. Hüseyin Qurbanov topu irəli vurur. Əhməd Akif Renat oyunda sona qədər mübarizə apar. Nasim solda oynuyor. Renat yox, üzr istəyirəm. Yusuf idi bu, Yusuf içəriyə, amma imkan vermirlər. Renat qapıya zərbəsi, top qapının yanından keçir. Cəlmə zərbəsini
17 nömrəli futbolçu Akif Atayev yerinə yetirəcək. Sol ayağa uzaqdan qapıya zərbə. Top qapının üstündən keçir. Təhlükəli zərbə izləyirik. Outdan Xan futbolçuları top oyuna daxil edəcək. Hörmətli futbol azarkeşləri qeyd edim ki, AFFA 13 liqasının 3-cü turunun oyunu meydançanın digər hissəsində isə Avropa Futbol Akademiyası Atletico Baku qarşılaşır. Tələsmə! Hüseyin. Bu dəqiqələrdə Xan oyuncuların biri qol adında ötürmə. İbrahim. Sola çəkdi qapıya. Qapıcı yox bu top. Qapıdan keçir zirə. İkinci qolu vurur. İbrahim Hüseynzadə. Emil Rəsulov. Topun qarşısını kəsə bilmir zirə. İkinci qolu vurur. Topa qaçacaqsan bir dənə. Həqiqət. Sən topa qaçacaqsan. Hələ ilk isə başa çatmıyor zirə artıq. İkinci qolu Xanın qapısından keçirdi. Kazımla içəriyə doğru indi birbaşa qapıya zərbə qapçı. Hüseyin bu topa ayaqlara reaksiya göstərir. İkinciden zərbə ilə Xan hücumunu davam etdirəcək. Əkbər Eyvazov. Xan heyətində standart vəziyyətlər zamanı topun gerisində onu görürük. Sol ayaqla içəriyə doğru ötürməni qarşı bir vəziyyət var, amma top meydanı tərk edir. Hüseynə dəyən top səhv etmirəm, son olaraq ondan top meydanı tərk edir. Daha bir ikinci zərbəsini bu dəfə də Əkbər yerinə yetirəcək. Hərəkətli ol, qaqaq. Hərəkətli ol, qalma yerində. Yoldaş Akif ayına bax ha. İçəriyə doğru ötürmə. Bu dəfə də indi cərimə meydançası. Qarşı indi vəziyyət. Qapıya zərbə Nasim idi, səhv etmirəmsə. Çox gözəl zərbə indirmişdi qapıya. Nasim, mənə bir. İzraillər indi müdafiədə bir boşluq var. İndi Əhməd Həsənov. Əhməd amma ona zərbə vurmağa Nasim Məmmədov imkan vermir. Emil topu irəli vurur. Bu dəqiqələrdə Nasim Məmmədovu meydanın istənilən nöqtəsində görmək mümkündür. Renat. Bu dəfə sağ cinahda oyuna qoşulur və ikinciden zərbə. Xan buraxılan qollardan birinin əvəzini çıxmağa çalışır. Əkbər bu dəfə görək. Qapıya başla zərbə Nasim. Top qapının üstündən keçir. Span. Yox, ötürmə keçmir. Əkbər ötürmə vermək qərarına gəlir, amma Yusuf bu ötürməni gözləmirdi. Nasim. Hələ ki Xan futbolçuları topa nəzarət edir. Ötürmə amma yaxşı alınmır. Və beləliklə ilk hissə başa çatır. Hörmətli futbol azarkeşləri qısa fasilə ayrılır. Bir daha vaxtınız xeyir olsun hörmətli futbol azarkeşləri Xan Zirə görüşünün ikinci hissəsi bizlərə təqdim olunur. İlk hissədən sonra Zirənin 2-0 üstünlüyü davam edir. Görüşdə vurulan qolları bir daha xatırlayaq. Əvvəlcə Akif Atayev hesabı açdı. Daha sonra İbrahim Hüseynzadə fərqi 2 topa çatdırdı. İlk hissə Xanın hücumların sayı çox olsa da hesabda öz effektini göstərmədi. İnanırıq ki ikinci hissədə iki komandanın ifasında gözəl futbol izləyəcək. Əhməd görüşün fəal futbolçularından biridir. Əkbər cərimə zərbəsindən topu oyuna daxil edəcək. İndi toxumuş. Hər şey burada Zirə futbolçular üçün yaxşı qurtarır. İkinciden zərbə ilə top oyuna daxil ediləcək. Yaxın olun. Qara yaxın. Bu tikayı top səndə. Yaxın. Finişli.
Daha bir içəriyə doğru ötürməm burada heç kim topa toxunuş edə bilmir. Orada kim var? Qapıdan zərbə ilə Hüseyin Qurbanov topu oyuna daxil edəcək. Biraz düş uzun. Düş uzun. Ya sarı başla. Hey baba beyler. Hörmətli futbol azarkeşləri qeyd edim ki, Bazar günü Gol TV-də daha 2 oyun sizlərə təqdim olunacaq. Bu 12 liqasında turun mərkəzi görüşü Neftçi sabah qarşılaşacaq. Daha bir görüş isə elə bu meydançada olacaq bütün oyunlar. Kapital Baku ilə Antikoko münasibətləri aydınlığa gətirəcək. Nasim Uzaqdan qapıya zərbə qapçı. Topu qayta təkrar zərbə yox, imkan vermir. Zirənin 2 nömrəli futbolçusu. Hacı. Sarıda. Qeyd edim ki, bu oyundan sonra elə bu meydanda U13 liqasının daha bir oyunu sizlərə təqdim olunacaq. Zona bağla, zona. Zirvə ilə Moik Mərkəzi Oyun İdman klubu qarşılaşacaq. Berat üstüne. Qarışıq bir vəziyyət var idi. Hörmətli futbol azarkeşləri artıq görüşün sonlarına doğru gedirik. Helal. Görünür oyun Zirənin elə bu 2-0 üstünlüyü ilə başa çatacaq. İlk hissədə Xan daha yaxşı mübarizə aparırdı. Sanki bu dəqiqələrdə hər iki komanda görüşün başa çatmasını gözləyir. Hüseyin, Fərid, yenidən Hüseyin, yenidən Fərid. İki rəqibini gözəl şəkildə keçdi, alladıcı hərəkətlər. Qapıya zərbə indirilir. Top qapının üstündən keçdi. Hörmətli futbol azarkeşləri artıq görüşün sonlarıdır hər iki komandaya. Bu oyuna görə təşəkkür edirəm və görüşlə başa çatır. Amma rubrika sadiq qalaraq hər komandadan bir nəfər oyunun ən yaxşı seçilən Xanda 6 nömrə Nasim Məmmədov, Zirədə isə 3 nömrəli futbolçu Əhməd Mustafazadədir. Hörmətli futbol azarkeşləri bizə ayrılmış vaxt burada. Başa çatır, sağ olun, sağlam olun. Onun için teşekkürler. Sağ olun. Sağ olun.